Həmçinin Muaviyə, Əbu Muaviyə rahimehullah buyurur ki, mən hər bir insanı razı sala bilərəm. Bir də həsədkardan başqa. Hər bir insanı razı salmaq olar. Bir də paxılı, həsədkarı. Deyir, çünki onun razılığı məndə olan neymətin məndən getməsidir. Mən də istəmirəm getsin neyməti. Məsələn, biri həsəd eləyir sənə, sən də neynəsən, başlaysan, yaxşı şeylər isə ona, dolayırsan ona və s. Görsən, yox, həminki adamdır. Razı sala bilməyəcəksən. Ne üçün? Çünki istəyir səndən bir şey var, o getsin, sən daxil istəmirsən, getsin səndən Allahın verdiyi neymət. Ona görə razı salmaq olmur. Həmçinin ona görə, həmçinin buyurub ki, rahimehullah, buyurub ki, mən zalim olub, məzluma oxşayan həsədkar kimi birini görmədim. Zalim olub, məzluma oxşayan. Özün belə aparır. Mən heç nə yoxdur. Hamın belə. Özün belə aparır. Məzlumdur, amma zalimdir. Zülm edir özünə. Zülm edir, özünü xəstələndirir qəlbini. Dünya onsuz da baləcədir. Necə sələflər deyir, dünya kiçikdir. Onu dərdlərlə kiçiltmə. Əlhəmdə hər şey var, Allah həmd olsun, yiyirsən, içirsən, normal. Biri çox yiyir, nə olar ki, eybi yoxdur. Əlhəmdə Allah onun üçün o qədər verib. Narahat olma. Ölməyəcəksən acından. Allah subhanətlə heç kimi son loxmasını yeməyənə qədər öldürməyəcək. Heç kimi. Hamı yiyəcək, qarnı tox, öləcək. Əlhəmdülillah. Lakin insanlar nədir? Təbağud var, təhəssüd var. Bu da xəstəliklərdəndir. Ona görə buyurur ki, rahimehullah, mən məzlum kimi özünü aparıb, amma zalim olan həsədkar kimisini görmədim. Və onda heç vaxtı gedməyən qəm var. Qəm, qüssə heç vaxt ondan gəlmir. Hasan baxsan, narazıdır.